Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Sual-cavab verilişində sizin bizə göndərdiyiniz suallara cavab verəcəyik inşallah. İlk öncə neçə dənə təşəkkür gəlib, biz də təşəkkür edirik. Ayrı-ayrılıqda oxumuruq və birinci sual bundan ibarətdir. Əssalamu aleykum, Allah sizdən razı olsun, amin. Aleykəssalam, Allah sizdən də razı olsun. Ramazan ayında 10 gün oruç tutdu, amma sonra tuta bilmədi. Halsız olduğu məktəbə gedə bilmədi, ona görə də tutmadı. Amma tutduğu orucun və tutmadığı günlərin sədəqəsini də verdik. Bilmək istəyirəm ki, indi orucu necə olmalıdır? Yalnız qəza orucu tutmalıdır ya necə etməliyik? Gələn oruc ayına qədər tutmalıdır ya nə vaxtsa tuta bilər? Ümumiyyətlə, Ramazan ayında oruç tuta bilməyən şəxs iki cürdür. Bir var, müəyyən üzürlü şəri səbəbdən oruç tuta bilmir. Səfərə gedib, həqiqətən xəstədir belə. Bir də var, bilə-bilə oruç tutmayıb, yəni tuta bilərdi. İndi sizin bu sualınızda deyirsiniz ki, halsız oldu, tuta bilmədi. O halsız olmaq elə demək olar ki, bir çox insanlarda olur və orucun elə təsirlərindən də biri insanda halsızlıqdır. Baxır, indi nə cür halsızlıq olub bu? Yəni, özündən gedir, həyatı təhlükə səviyyəsinə gəlib çatıbsa, bunun bu halsızlığı, zəifliyi, bəli, bu heç. Amma yox, sadəcə elə halsızlıq olub, amma tuta bilməyib, bu qəzadan əlavə kəffarə də verməlidir. Yəni, gərək tutmalı idi. Qəzası öz yerində gələn Ramazan ayına qədər oruclarının qəzasını tutacaq. Neçə gündür tutmayıb, tutacaq. Amma kəffarəni də hər gün üçün 60 nəfər fəqirə təam verməlidir ki, təamın da miqdarı 750 kiloqramdan aşağı olmamaq şərti ilə düyü olsun, un olsun, çörək olsun, bu kimi qida məhsullarından alıb 60 nəfərə verəcək. Yenə də təkrar edirəm, bu o adama aiddir ki, yəni tuta bilərdi. Amma həqiqətən indi özü baxsında, halsızlıq o həddədir ki, həqiqətən tuta bilməyib, məcbur olub açmağa, o heç. O sadəcə qəza tutacaq gələn Ramazana qədər. Növbəti yenə də təşəkkür gəlib, biz də təşəkkür edirik. Dualar eləyiblər bizim üçün. Allah bütün duaları qəbul eləsin, biz də sizə duacıyıq. Növbəti bir sual, salam bir nəfər bir yaxınına qurban deyib xəstə olanda. Aleykəssalam, xəstə adam dəfələrlə qursam deyə incidib. Burada əsəbi. Halda öz-özünə deyib, mən buna qurban kəsəcəm. Balam ölsün, ona görə neçə ildir ki, boynumda qalıb. Mən biraz cümləni yaxşı oxuya bilmədim, xahiş edirik cümləni biraz dəqiq yazın. Hər halda siz, mən belə başa düşdüm ki, nəzir eləmişsiniz. Əgər nəzirdə belə bir qayda var, mən bu qaydanı deyim, hamı bilsin. Nəzirdə gərək nəzir eləyəndə Allah üçün mənim boynumda sözünü işlədəsiz. Yəni, nəzirin niyyəti ki var, biz deyirik, filan işim düzəlsin, qurban kəsəcəm. Biz adətən bu cür deyirik. Yəni, xəstəm var, sağalsın, qurban kəsəcəm, işim var, alınsın, filan iş görəcəm. Adətən belə deyirik. Nəzri gərək bu cür deməyəsiz. Nəzri gərək bu cür deyəsiz ki, filan işim var, düzəlsə, Allah üçün mənim boynumdadır, qurban kəsmək. Xəstəliyim var, sağalsa, Allah üçün boynumdadır, filan işi görmək. İndi hər nə iş deyəcəksinizsə, nəzərdə tutmuşsunuzsa, onu deməmişdən qabaq, Allah üçün mənim boynumdadır. Ya məsələn deyirsiniz ki, ilahi, mənim xəstəliyim düzəlsə, şəfa tapsam, sənin üçün mənim boynumdadır bu işi görmək. Yəni, sənin üçün mənim boynumdadır sözünü mütləq nəzirin niyyətində deməlisiniz. Əgər deməsiniz, nəziriniz nəzir sayılmır. Sadəcə niyyət sayılır ki, ona əməl etməyə də bilərsiniz. Yəni, könüllü olan bir şeydir. İstəyirsinizsə ki, niyyətiniz nəzir sayılsın və o boynunuzda olsun, işiniz düzələndən sonra, bəli, bu zaman o boynumdadır sözün deməlisiniz. Niyyət zamanı. Allah üçün mənim boynumdadır bu işi görmək. O zaman sizin boynunuza gəlir. İşiniz düzələndə, indi hansı işi demişsinizsə ki, eləyəcəm, o boynunuza gəlir. Onu deməsəz boynunuza gəlmir və nəzriniz nəzir sayılmır. Mən sünniyəm, şiyyəliyi qəbul etmişəm, qohumlarım buna görə məni qınayır, boynumda qəza namazı çoxdur, gündə 2-3 günün qəzasını qılıram. Əgər ömrüm çatmasa 57 yaşım var, pulum yoxdur, atıram, pulum yoxdur, vəsiyyət edim.
pulum yoxdur, vəsiyyət edim. Həm də bizimkilər əhl-i sünnədir, bunu eləyən olmayacaq. Mən bu yolu seçmişəm. Hər halda Əhl-i Beyt əleyhissalamın tərəfdarı olmaq və Əhl-i Beytin Peyğəmbərdən sonra Həzrəti Əli əleyhissalam başda olmaqla 12 imamın yolunu tutub və onların təlimlərinə uyğun dini ayinlərinizi yerinə yetirmək, dini ayinləri yerinə yetirmək hər bir insanın borcudur. Çünki Peyğəmbərimiz buyurub ki, mən 2 şeyə əmanət qoyuram, Quran və Əhl-i Beytim, itrətim. Yəni, Qurandan və Əhl-i Beytdən kim yapışacaq, o nicat tapacaq. Və siz ki, burada deyirsiniz, qəza namazlarım var filan, onları da indi inşallah yerinə yetirin, Allah qəbul eləsin. Əgər ömür vəfa etməsə, insan lazımdır ki, vəsiyyət eləsin. Vəsiyyətində də hökmən qəza namazlarını, qəza oruclarını desin ki, mənim məsələn bu qədər qəza namazlarım var. Ya bir nəfər tutsun, onun üçün müəyyən qədər pula ayırsın, vəsi təyin eləsin, kiməsə bu işləri vəsiyyət eləsin ki, onun üçün həmin o qəza namazlarını o adam qılsın və yaxud da kiməsə qıldırsın. Salam aleykum, axşamınız xeyir, dəyərli ustadım, əleykəssalam, aqibətiniz xeyir, Allah sizi qorusun. Sizə bir sualım olacaq. Qəza namazını vacib namazından sonra qılmaq olarmı? Bəli, qəza namazının vaxtı yoxdur, vacib namazdan qabaq da qıla bilərsiniz, sonra da qıla bilərsiniz, nə vaxt istəsəz qıla bilərsiniz. Növbəti bir sual, insan bu maddi həyatda necə edə bilər ki, iradəli olsun? Bu mövzu haqqında zəhmət olmasa, necə edək ki, iradəli olaq? Bizə düstur, əməl deyərdiniz, xahiş, zəhmət olmasa. Ümumiyyətlə, iradəli olmaq, birinci növbədə insan gərək hədəfini müəyyən eləyə. Hədəf müəyyən olmasa, İnsan iradəli ola bilməyəcək. Çünki iradəli olmaq mövzusunda müəyyən olunmuş bir dənə hədəf olmalıdır. Yəni, mən nəyə yaxınlaşmaq istəyirəm, nə olmaq istəyirəm, kim olmaq istəyirəm, necə yaşamaq istəyirəm. Bax, mütləq və mütləq hədəf olmalıdır ki, insan, məsələn, dindar olmayanın hədəfi bu olmalıdır ki, mən dinə gəlim, namaz qılım, oruç tutum. Yəni, cahil insanın hədəfi bu olmalıdır ki, mən elə bir dünyada yaşayıram ki, bu dünyanın sahibi var və bu dünyanın sahibi mənə nəzarət eləyir və qiyamətdə də əməllərimdən hesab-kitab eləyəcək. Bəli, o cahil insanın hədəfi bu olmalıdır ki, mən nəfsim üçün, dünyam üçün yaşamamalıyam, Allahım üçün, axirətim üçün yaşamalıyam. Yaxşı, bəs dindar insanın hədəfi nə olmalıdır? Dindar insanın da hədəfi bu olmalıdır ki, mən bu ibadətləri sırf Allah üçün və Allah razılığını qazanmaq üçün və axirətim üçün eləməliyəm. Bəzən bu sözü nəyə görə deyirik? Bəzən bəzi dindarlar var ki, ibadəti sırf dinə ayin olaraq yerinə yetirirlər. Və sonra gedib öz həyatlarını yaşayırlar. Amma bilmirlər ki, bu ibadət ümumiyyətlə insanın həyatını islah eləməkdən ötürüdür. Və sırf dinə ayin olaraq yerinə yetirirlər və öz mənfi xüsusiyyətlərini, xasiyyətlərini tərk etmirlər. Halbuki bilmirlər ki, bu ibadətdən məqsəd məni təmizləməkdir. Bu ibadəti Allah mənə vacib buyurub ki, məni təmizləsin. Yəni, ibadətin məqsədini düzgün, hədəfini düzgün təyin eləmək lazımdır ki, Allah mənə bu ibadəti nə üçün qərar verib? Orucu mən nə üçün tuturam? Təqvalı olmaqdan ötürü. Yəni, buna görə tutmuram ki, Allah buyurub, indi dinə ayindir, dinimizin, şəriətimizin hökmüdür, tutmalıyam və tuturam. Bir adət-ənənə kimi deyil dini hökmlər. Adət-ənənəni insan necə yaşayır? Zamanında, məkanında həmin o adət-ənənəni yaşayır, sonra gedir öz işinə məşğul olur. Din adət-ənənə kimi deyil. Din insanı, həyatını, özünü, xasiyyətini, bütün yaşayışını islah eləyib təmizləməkdən ötürüdür. Və dini ayinlər də məhz buna xidmət eləyir. Dini ayinlər də məhz buna hesablanıb. Ona görə də insan iradəli olmaq üçün birinci hədəfi müəyyən eləməlidir ki, mən bu namazı nəyə görə qılıram? Mən bu orucu nəyə görə tuturam? Və
hədəfə gedən yolda da iradəli olmaq lazımdır, qəti olmaq lazımdır. İnsan özünə inanmalıdır. Bəzən insanlar inamsızlıqdan mən elə belə gəlib belə də gedəcəm. Yox, mənim də kitabım bağlandı, mənimki alınmadı, mənimki də belə gətirdi, mənim qismətim belə imiş, mənim taleyim belə yazılınmış. Bu cür sözlərlə insan özünə sanki təsəlli verir. Həmin o özünə inamsızlığın ifadələridir bu sözlər. Bu düzgün deyil və insan özünə inanmalıdır, etimad eləməlidir ki, nə çoxdur bunun nümunələri ki, özünə inam insanı hansı səviyyəyə gətirib, qaldırıb. Halbuki, məsələn, deyək ki, məsələn, yaşı 40-dan keçib, amma bu müddətdən sonra oxuyub, alim olmaq biraz çətin görsənir zahiri hesablamalara görə, amma çox olub ki, insanlar, alimlər olub ki, 40 yaşından sonra görsən elə bir məqama çatıblar elmdə, bəli, bu həmin o iradənin nəticəsidir. Yəni, bir işi davamlı olaraq görməlisən, qarşıva qoyulan məqsəddə gördüyün işdən əl çəkməməlisən, prinsipial olmalısan. Yəni, bunlar çox mühüm məsələlərdir və təbii ki, Allahdan da insan dua istəməlidir, Allaha yalvarmalıdır və təvəssül etməlidir. Burada da təvəssülün, duanın böyük rolu var. Allah inşallah hamımızı iradəli insanlardan qərar versin. Növbəti bir sual, salam, aleykəssalam, mənə bir nəfər möhür verib. O möhürlə namaz qılmışam, dedim namaz alırsan, sən dedi yox. Bu möhür mənim yoldaşımın idi, neçə illərdir. Biz ayrılmışıq, atmayın deyə. Çox xahiş edəcəm, cümlələri düzgün yazın ki, mən sərbəst, normal oxuya bilim və başa düşüm. Ayrılmışıq, atmayım deyə sənə vermişəm. Neçə illərdir qalıb burada. Mən o möhürlə namaz qıla bilərəm. Hər halda gərək o möhürün icazəsi ola, əgər kimindirsə, şəxsidirsə, siz gərək ondan halallıq alasınız. Nəinki təkcə möhür, məkan olsun, hətta dəstəmazın suyu olsun, hətta paltar olsun. İnsan əgər bilsə ki, bu kimindirsə, və gərək o şəxsin də razılığın, halallığın ala. Əgər insan bilsə ki, o şəxsin razılığı yoxdur, ondan istifadə eləyə bilməz, qəsbi sayılır. Növbəti bir sual, xanım Zəhra, Allah vəlisini müdafiə etdiyinə görə niyə ona qarşı Mədinə cəmaatı laqeyd yanaşırdı? Onların içində olan əsas kin nə idi? Bəli, insanın içindəki kinin müxtəlif səbəbləri var. Mədinə cəmaatında da bitərəf qalmaq, laqeyd qalmaq bir neçə səbəbi vardı. Bəziləri Həzrət Əli əleyhissalama kini vardı. Necə ki, Kərbəla hadisəsində bu kin özünü göstərdi. İmam Hüseyin əleyhissalama dedilər ki, ya Əba Abdillah, biz səni atan Həzrət Əli əleyhissalama olan buğza görə, kinə görə öldürürük. Yəni, Əli əleyhissalam da vaxtı ilə onların hansısa bir yaxınını Peyğəmbər döyüşündə qətlə yetirmişdi, öldürmüşdü cihad zamanı. Bu, yaranan kin ondan olub. Və Həzrət Əli ümumiyyətlə normalda da insan ola bilər ki, birinə qarşı kini olmasın, amma sonradan bu yaransın. Sonradan da yaranmağının səbəbi budur ki, Əli əleyhissalam məsələn Mövla kimi təyin oldu, bir çoxları bunu həzm eləyə bilmədilər. Ümumiyyətlə bəzilərinin içində müəyyən bir xəbislik var idi. Bu səbəb oldu ki, həmin o kin üzə çıxsın. Ümumiyyətlə, Mədinə cəmaatının laqeyd qalmasının səbəbi təkcə elə kin də deyil. Onların laqeyd qalmasının bir çox səbəbləri var ki, biri kindir. Mən kinin səbəblərini dedim. Bir səbəbi də məsələn, insanlar o dövrdə başa düşürdülər ki, xanım Zəhra salamullahi əleyha çox əhəmiyyətli bir mövzunu, yəni mövzu kiçik bir mövzu deyil. Mövzu imamət mövzusudur, mövzu xilafət mövzusudur, mövzu kürsü mövzusudur, hakimiyyət mövzusudur. Ona görə bir çoxları məsələn ya qorxurdular, ya məsələn başa düşürdülər ki, burada Həzrət Fatimə-i Zəhra salamullahi əleyhanın səsinə səs verib geçsələr, müəyyən təhlükələrlə üzləşəcəklər. Ona görə müxtəlif səbəblər var burada. Bu artıq tarixi bir hadisədir, eyni zamanda da elə Fatimiyyə günlərinə aid bir mövzudur. Mən sadəcə qısa olaraq bunları dedim.
Növbəti bir sual. Mənim boynumda 20 ilin namaz və orucun qəzası var. Namazın da orucundan qəzasını edirəm. 20 ilin kəffarəsini verməliyəm, kasıb adamam, verməliyəm də necə verməyim 20 ilin. Hər halda bəyaqları dedim, o orucun deməli kəffarəsində, qəzasında bu suala demək olar ki, təxminən cavab verdim. Salam, mənim namaza başlayanda vacib qurbətən ilallah deyirəm. Əleykəssalam, namaza başlayanda vacib qurbətən illallah deyirəm. İllallah yox, ilallah. Vacib qurbətən ilallah. İllallah yəni Allaha yaxınlaşmaqdan ötürü. İllallah amma Allahdan başqa deməkdir. Əllərini qaldırıb sonra namaza başlayıram. Namazda Allahu Əkbər deyəndə bəli niyyətdən sonra əlləri qaldırırsınız. Bu müstəhəbdir, vacib deyil. Təkbir demişəm, deməmişəm, yadıma gəlmir. İndi bilmişəm ki, təkbir tükün sayılır deməsəm namazı batıl olur. Hər halda mən bu yazını oxuya bilmədim. İnşallah aydın sual verərsiniz, mən cavab verərəm. Hər halda sizin sualınızın əvvəlin mən oxudum, cavab verdim. Salam aleykum, əleykəssalam, Allah sizdən razı olsun. Zəhmət olmasa aydınlıq gətirərdiniz. Qəbristanlıqda görmüşəm ki, ananın qəbrində oğlu dəfn ediblər. Deyirlər, bir qəbir 7 baş çıxmalıdır. Belə olarsa, onda necə ildən sonra? Bu sözlər hamısı əsassız sözlərdir. Ümumiyyətlə, dünyadan köçmüş bir nəfəri başqasının qəbrini açıb onun yerində dəfn eləmək olmaz. Ancaq o halda ola bilər ki, o qəbir çox köhnəlib, insan bilir ki, tamamilə aradan gedib, içindəki o cəsədin sümükləri də aradan gedib, yəni tamam aradan gedib, köhnəlmiş bir qəbirdir. 80 ilin, 100 ilin qəbridir, bəlkə də çox. Bəli, bu zaman onu, məsəl üçün, orada dəfn eləmək olar. Amma belə sağlam, normal qəbri açasız, dəfn edəyəsiz, bu olmaz. Nə var ki, 7 qəbir üst-üstə olsun, bu belə bir şey də yoxdur. Bir nəfər mənə namaz paltarı verib, özü namazı tərk edib. Bu paltarla mən namaz qıla bilərəm, bəli, qıla bilərsiniz. Sadəcə paltar mübah olmalıdır, yəni icazəsi verilməlidir. O paltarı nəgər kiməsə məxsusdursa, eyni zamanda da pak olmalıdır. Paltara aid, namaz qılanın paltarına aid hökmlər var. Hökmlərdən biri də budur. Pak olmalıdır və ya özünün olmalıdır, başqasınınsa halallığın və razılığını almalısınız. Bir də zəhmət olmasa Peyğəmbərimizdən bu hədis səhihdirmi ki, seyidin pisinə də mənə görə hörmət edin. Bəli, belə bir hədislər sırasında var, amma bu o qədər də güclü və mötəbər, belə deyək, sənədi möhkəm olan hədislər sırasında deyil, zəif hədislər sırasında qəbul olunur. Amma hər halda biz bunu götürsək ki, seyidin pisinə Peyğəmbər buyurub ki, mənə görə hörmət edin. Bəli, təbii ki, burada əgər bu hədisi biz qəbul eləmiş olsaq ki, necə yazılıb bəzi hədis kitablarında ki, əkrimu əvladi əs-salihunə lillah ət-talihunə li-əcli ki, salihlərə Allah üçün talihlərə, yəni salih olmayanlara da mənə görə. Yəni, burada Peyğəmbər nəslidir, Peyğəmbərin özü var. Ona görə sən Peyğəmbəri nəzərə alırsan, ona hörmət edirsən, ona ehtiram qoyursan və alimlərin də sirəsi bu olub. Əgər qarşı tərəfdə seyidlik varsa və bu seyid deyək ki, belə deyək, günahı olan bir seyyiddir, yenə də ondan ehtiramla davranıblar, Peyğəmbərə nəzər alaraq. Bu da ona görədir ki, alimlər bunu bu cür qəbul edirlər ki, siz seyidə hörmət eləyəndə o özün yığışdırar. Nəinki günaha cürət tapar, günahdan utanar ki, yəni cəmaat mənə hörmət eləyir, Peyğəmbərə görə hörmət eləyir. İstər-istəməz insan dəyər görəndə, hörmət görəndə, İnsan öz-özün yığışdırır və günah eləmir. Yəni, bu cür qəbul olunur. Pisinə niyə görə bəzən sual verə bilərlər ki, pisinə mən niyə görə hörmət eləməliyəm ki, o özün yığışdırsın və o hörmət onda məsuliyyət artırsın ki, yəni sən gör kimsən, Peyğəmbər nəslinin nümayəndəsisən.
Yəni, bu hədisin mənası belədir və hər halda əməl mühümdir, təqva mühümdir, belə deyək, cənnət əmələ verilir, mən seyyidəm, heç nə eləməyim və yaxud da kefim nə istəyir, onu eləyim, bu düzgün yanaşma deyil. Quran-ı Kərim buyurur ki, Allah yanında hörmətdilər, təqvalılardır. Yəni, bunlar öz yerində və əgər seyyidə, pisinə görə, Peyğəmbərə görə hörmət edirsənsə, bu dediyim həmin o anlamdadır. Və bu o anlamda deyil ki, sən onun pis əməlinə dəstək verirsən. Xeyr, yəni sən ona hörmət qoymaqla yanaşı, gərək onu moizə, nəsiyyət də eləyəsən, ona müəyyən sözlərlə, müəyyən davranışlarla başa salasan ki, sən, yəni, gör hansı nəslin nümayəndəsisən. Yəni, bunlar da öz yerində. Belə deyil ki, elə seyiddir, nə istəyir eləsin, mən də hörmət eləyim, o da bu hörmətdən sui-istifadə eləsin. Yəni, hər halda təbliğ olmalıdır, əmr və məruf, nəhy-əz münkər olmalıdır, hətta seyid də olsa. Bir sual da verim, əsr namazın şam namazından qabaq qılmaq savabdır. Əsr namazın şam namazından qabaq qılmaq savabdır deyirlər. Əsr namazının vaxtı ümumiyyətlə zöhr namazı qutarandan sonradır. Axşama qədər nə vaxt istəsəz, o vaxtı qıla bilərsiniz. Sonuncu suallar, 2 sual. Bəzən deyirlər ki, ağır seyid və s. Bu yəqin ki, kökündən yanlışdır. Seyid əsasən kəramətinə görəmi ağır və yüngül sayılır. Ümumiyyətlə bu ifadələr bizim dinimizdə el arasında deyilən bir sözdür, dinimizdə belə bir şeylər yoxdur. Seyid onsuz da möhtərəmdir, Peyğəmbər nəslinin nümayəndəsidir deyə, möhtərəmdir, ağadır, nəcibdir, bəzən nəcim seyid deyirlər, nəcim deyil o, nəcibdir, nəcib. Nəcib bizdə də işlənir, nəcib insan, yəni nəcabətli insan, əsli köklü insan, bu mənada, yəni bu ağır və yüngül ifadələri bizim dinimizdə belə bir şey yoxdur. Seyid, yəni dediyim kimi, nəslinə görə, nəcabətinə görə nəcib insan sayılır, möhtərəm insan sayılır, ağa insan sayılır. Vətəni sevmək imandandır. Zəhmət olmasa bu hədisi də ətraflı bir neçə dəqiqə izah edə bilərsiniz. Ana vətən, hubbul vətəni minəl iman ki, bu hədis Peyğəmbərə nisbət verilib. Bəzi kitablarda da, hədislərin arasında da bu hədis gəlib və hədisin mənası, məzmunu elə bizim, necə deyərlər, əqidəmizdir, bizim inancımızdır və bizim inancımıza görə insanın doğulub boya başa çatdığı yer onun vətəni sayılır, torpaq onun vətəni sayılır, bəli, ana vətən sayılır və hətta insan onu müdafiə düşmənlərdən qorusa, onun torpağını, mənafeyini ölsə belə dinimiz onu şəhid kimi qəbul eləyir. Yəni, bu da imandan sayılır. Yəni, Allaha imanı olan hər şəxs vətənini də, torpağını da sevməlidir. Və burada bir vətəndən məqsəd də deyirlər, insanın o Allah yanına gedəcəyi yerdir. İnna lillah və inna ileyhi raciun. Biz Allahdan gəlmişik, Allaha sarı da gedəcəyik. O da nəzərdə tutulur. Bir var insanın cisminin doğulub boya başa çatdığı, bir də var ruhunun gəlib qayıdacağı yer. Hər ikisi vətən sayılır, oranı da, buranı da insan sevməlidir və bu sevmək imanın göstəricisidir. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.